63 yaşında xanımın ayaqlarıdır. Hər iki ayağın baldır hissəsində belə qızarıqlıq görə bilirik. İlkin görüntü biz də fərz elədik ki, bu dəri xəstəliyidir. Şəkilə əsasən dermatoloq yanına gedir və aparılan müalicəyə baxmayaraq nəticə əldə etmək olmur və ayağa da baxanda burada kaplyar damarları görə bilirsiniz. Ayağın yan tərəfində, hər iki tərəfdə damarları görə bilirik. Artıq o ehtimal olunur ki, burada damar problemidir və damarla Doppler edib baxırıq. Ana ayağı biraz yana doğru saxlasaq olmasa. Dopplerdə damarlar çox kiçikdir. Yəni faktiki bu qədər kiçik damar bu baldırı qaralda biləcək həddə deyil. Burada sklerozlaşan panikulit dediyimiz revmatoloji bir problemin üstündədir və videonu çəkməkdə məqsəd nədir? Yəni şəkil olaraq baxanda sadəcə dəri problemi düşünürük. Pasient yaxına burada damarları olduğuna görə ehtimal edib ki, artıq damar problemidir. Əyani müayinə Dopplerin nəticəsi bizə əsas gətirir ki, bu artıq damar problemi və dəri problemi deyil, bu artıq revmatolojidir. Xəstəyə şəkillə diaqnoz qoymaq olmaz. Bu bizə yanlış istiqamət verər. Ona görə də dəqiq diaqnoz üçün düzgün Doppler, o cümlədən də əyani müayinə mütləqdir.